Salam, mən Orxan Şamilzadə, 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Hal-hazırda Norma SC-də CAPEX koordinatoru olaraq çalışıram. Yüksəliş müsabiqəsinə qatılmaqda ən böyük məqsədim ölkənin ən rəqabətli mühitində ən güclü insanlarla yarışmaq və burada qalib olmaqdan ibarət idi. Yüksəliş haqqında eşitdiyiniz ən absurd yalan. Bu mövzuda əslində bir neçə ideya var, amma bunlardan məncə ən absurdu yüksəlişə hazırlaşma yolunun və yaxud da ki bir planın olması ilə bağlıdır. Mən düşünürəm ki, belə bir plan yoxdur. Əgər sizdə bu artıq varsa və siz özünüz olduğunuz kimi davranacaqsınızsa, məncə bu qalibiyyətin yeganə həll yoludur. Əgər indiki işinizlə məşğul olmasaydınız, hansı karyera ilə məşğul olardınız? İkinci bir alternativim olsaydı, bir trader olardım. Çünki həyatımda hər zaman riski sevmişəm və düşünürəm ki, edəcəyim bu işdə də çox uğurlu olardım. Hansı кейsi yenidən oynamaq istəyərdiniz? Mən 2024-cü ildə oynadığımız Azıq Mağarası keysini yenidən oynamaq istərdim. Çünki həqiqətən də bizim texniki biliklərdən çox, daha çox yumşaq qabiliyyətlərimizin ölçüldüyü bir keys olduğunu düşünürəm və missiyanı keysin sonunda başa düşdüyümüz üçün onu yenidən oynamaq istərdim və həqiqətən insanların tapşırığın yanlış yönləndirdiyi nöqtələrdə o verdiyi reaksiyaları bir daha təcrübə etmək istəyərdim.